Fizioterapiya mərkəzimizə hər gün müxtəlif ağrı şikayətləri ilə pasientlər müraciət edir. Bel ağrısı, diz ağrısı, buç çanaq ağrısı. Biz müalicəyə başlamazdan əvvəl mütləq bu pasientlərdən anamnez toplayırıq. Yəni, xəstəlikləri nə vaxt başlayıb, hansı müayinələrdən keçiblər, hansı müalicələri alıblar indiyənə qədər, həyat şəraitləri, gündəlik davranışları, gündəlik vərdişləri nədir, hamısını araşdırırıq. Və fizioterapiya müalicəsi ilə yanaşı, bu müayinələr nəticəsində aşkarladığımız başqa bir problemlər də varsa, onları da nəzərə alaraq həm dərman müalicəsi bəzən yanaşı olaraq, həm də ki, fizioterapiya müalicəsini kompleks aparırıq. Belə olduqda, çünki biz bilirik ki, bədənin bir nahiyəsi ağrıyırsa, bu həmən nahiyənin problemi deyil, bu ümumi bədənin bir problemidir. Biz xəstəyə bütüncül, hər tərəfli yanaşmaqla prosesi kökündən həll eləməyə çalışırıq. Sadəcə ayağın ağrıyır, ayağa fizioterapiya edək, el arasında ayağa tok verək, düzələcək deyə bir şey yoxdur. Bəzən bel yırtığı olan pasiyentin heç belində ağrı olmur, amma ağrı olur ayağında. O zaman mən ayağa təsir eləsəm, heç bir nəticə almayacağam. Amma ağrının kökünü araşdırıb görəndə ki, problem bel yırtığına görə yaranmış sinir sıxılmasıdır və bu sinir sıxılması nevroloji defisit verirmi? Yəni əməliyyatlıqdırmı, yoxsa fizioterapiyalıqdırmı? Bunları araşdırırıq. Bu pasiyentin gündəlik vərdişi nədir? Daha çoxmu oturaq vəziyyətdə olur? Daha çox ağır yükmü qaldırır? Ayaq üstəmi olur? Bunları araşdırırıq və tövsiyələrimizi veririk ki, necə eləsin ki, ağırlaşmalar olmasın. Tək toklardan da yox, ev idmanları, burada olunan reabilitasiyalar, hamısı kompleks şəkildə pasiyentə kömək eləyir ki, öz orqanizmi bu vəziyyətin ötəsindən gəlsin, öz orqanizmi, öz ağrıyan yerini sağaltsın. Biz sadəcə kömək eləyirik, həm fizioterapiya, həm dərmanlar, həm idmanlarla bu prosesi sürətləndiririk və aldığımız nəticə də daha qalıcı olur.